Niyə məhz transformasiya koçu ilə bu istiqamətdə yönümlü oldunuz? Çünki Allah hər kəsə bir missiya verir və biz məcburuq ki, o missiyanı yerinə yetirək. Beynimiz üçün yeni olan hər bir şey təhlükə sayılır. Bizim dəyişimimiz uzun müddətli olmayacaq. Bizim Doğru. yaşda olan insanlarda o dəyişmə hər zaman biraz ağrılı olub. Bizim dövrümüzdə gənclər olduğu zaman düşünürdülər ki, ailə qurmaq Bəli. və övlad sahibi olmaq. Amma indiki gənclər heç onları düşünmür. Birinci insan özündən başlamalıdır. Daha sonra ailəsindən başlamalıdır. İnsan birinci özünü dəyişməyə bacarmalıdır. Hər vaxtınız xeyirli olsun, əziz izləyicilər və dinləyicilər. Mən hazıram layihəmin növbəti buraxılışı efirdədir. Bugün çox maraqlı olacaq. Çünki düşüncələrinizi və ümumilikdə transformasiyanı dəyişmək istədiyiniz bir insan burada əyləşib, hansı ki, hər kəsə dəstək və kömək edən transformasiya koçu üzrə Elnarə Aslanovadır. Elnarə xanım, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm dəvətiniz üçün. Minnətdaram. Mən hazıram sualları verməyə. Siz cavab verməyə hazırsınız? Bəli, mən də hər zaman hazıram. O zaman başlayaq. İlk olaraq sizi tanımaq istəyərdik, Elnarə Aslanova. Niyə məhz transformasiya koçu ilə bu istiqamətdə yönümlü oldunuz? Mən Elnarə Aslanova, 27 illik korporativ bir təcrübəm var. Bununla yanaşı, belə deyək, özümü tapmağa çıxmışdım. O yoldaydım. Uzun müddət missiyamı axtarırdım. Mən nə ilə məşğul olmalıyam? Çünki düşünürdüm ki, daxilimdə bir potensial var. İnsanlara kömək olmaq, yardım eləmək, insanlara şəfa olmaq bir növ. Ümumiyyətlə, uşaqlıqdan məndə bu xarakter var. İnsanları dinləmək, onları anlamaq, mühakimə etmədən. Və düşündüm ki, bu potensialı üzə çıxartmaq lazımdır. Çünki Allah hər kəsə bir missiya verir və biz məcburuq ki, o missiyanı yerinə yetirək. Bu qədər. Yəni, bu səbəbdən gəlmişəm bu sahəyə. Çox gözəl. Transformasiya koçuyam. Bu nə deməkdir? İnsanlarda düşüncə dəyişikliyi. Yəni, əgər bir insan bir düşüncə ilə uzun illər yaşayırsa, onu bir çox şeylərdə bloklayır. Həyatını onun inancları idarə edir. Biz düşünürük ki, bizi idarə edən biz özümüzü, ancaq çox zaman nəticədə görürük ki, bizi idarə edən bizim uzun illər daşıdığımız inanclardır. Baxın, siz deyirsiniz ki, korporativ mühitdə siz çalışmısınız 27 ildir. Bəli. Orada rəhbər Hələ də olaraq çalışıram. Hələ də çalışırsınız. İşlərinizdə uğurlar arzu Təşəkkür edirik. edirəm. Yəni korporativ və rəhbər olmaq bu da bir köməkdir. Bu da bir insanlara hansısa bir öyrətmədir, hansısa bir yeni gələn işçiyə köməklik etmək. Bu sferada davamiyyət olaraq qalmadı. Sırf olaraq siz özünüzə axtardınız və düşündünüz ki, siz həqiqətən də insanlara çox bir kömək olursunuz. Bəli. Bu işdən o iş çətin deyil ki. Zaman olaraq bəzən çətinliklərim olur. Ancaq belə deyim, işimi sevə-sevə eləyirəm. Həm korporativ mühitdə, həm transformasiya koçu olaraq. Çünki korporativ mühitdə də bildirdiniz ki, rəhbər olaraq, bir lider olaraq insanları yönləndirmə bacarığım olmalıdır. Burada da transformasiya koçu mənə çox dəstək olur. O yüzdən də hər ikisini hələ ki idarə edə bilirəm. Bir-birinizə elə bir ki, oradan nəsə öyrənirsiniz. Bəli, eynən. İnsan nəyi dəyişmək istədiyini deyir, amma dəyişmir. İnsan bir nöqtəyə gəlir və anlayır ki, artıq belə davam eləmək istəmir. Ancaq hərəkətə gəlib çatanda insan dayanır. Çünki yenə deyirəm, bizi idarə edən bizim inanclarımızdır. Bizim beynimizdir. Beynimiz bir mexanizmlə işləyir, qoruma mexanizmi. Beynimiz üçün yeni olan hər bir şey təhlükə sayılır. Yaşadığı həyat isə ona, çünki tanış bir həyatdır və onun üçün o təhlükəsizdir. Və bu zaman insan o komfort zonasından çıxmağa çətinlik çəkir. Çətinlik çəkəndə də insan qalır iki his arasında. Bir tərəfdə dəyişmək istəyi, digər tərəfdə isə köhnə həyata olan bağlılıq. Və belə deyim, müşahidəmdən çox vaxt görürəm ki, insan sonda bir sözlə üz-üzə qalır. Bilirəm, amma edə bilmirəm.
Baxın, siz deyirsiniz komfort zonadan çıxa bilmir. Bəli. Bunun üçün açıq insan üçün rahatdır axır, komfortdur. O zonadan necə çıxa bilər? Bilirsiniz necədir? Komfort zona ümumiyyətlə bizim rahatlıq yerimizdir. Bizim öyrəşdiyimiz yerdir və biz komfort zonada olanda əlbəttə ki, inkişaf etmirik. Sadəcə olduğumuz yerdə addımlayırıq və olduğumuz yerdə də qalmırıq. Çünki insan hərəkət etməyəndə arxaya gedir. Biz düşünürük ki, olduğumuz yerdə, amma biz arxaya gedirik. Ona görə hər zaman bir addım önə getmək üçün yolumuzu dəyişməliyik. Nə gözəl. Dəyişimin qarşısını ən çox nə alır? Dəyişimin qarşısını ən çox qorxular alır. Bunu hamı bildirir. Ancaq mən düşünürəm ki, dəyişimin qarşısını bizim özümüz haqqında olan düşüncələrimiz alır. Yəni, əgər mənim daxilimdə mən bacarmaram, mənlik deyil kimi bir inanclarımız varsa, biz müvəqqəti dəyişəcəyik. Bizim dəyişimimiz uzun müddətli olmayacaq. Buna görə də ilk növbədə dəyişim, əgər biz qərar veririksə ki, dəyişmək istəyirik nəyisə həyatımızda, o zaman ilk növbədə özümüzü sorğulamağı bacarmalıyıq. Özümüz haqqında düşüncələri bir gözdən keçirtməliyik. Yəni ki, bir gözdən keçirmək. Misal üçün mən sual verirəm ki, nəyi dəyişmək istəyirəm, amma indiyənə kimi dəyişmirəmsə, bu məndədir də çətinlik. Bəli, yəni siz birincisi tapmalısınız ki, siz nəyi dəyişmək istəyirsiniz? Həyatınızın hansı nöqtəsini dəyişmək istəyirsiniz? İşimi dəyişmək istəyirsiniz, şəxsi həyatınızı mı? Və yaxud da hansısa bir xüsusiyyətinizi mi, xarakterinizi mi? Bax, siz düzgün vurğuladınız, qorxudur ən çox. Misal üçün, çox adamlar mənlə razı olar ki, mən düşünürəm ki, işimi dəyişim, amma qorxu hissi var içimdəki. Qorxu hissim ki, birdən o getdiyim iş yeri, mühit xoşuma gəlməyəcək və yaxud da çətin olacaq, bacarmayacağam. Bax, bu qorxuları mübarizə aparmaq üçün nə lazımdır? Birincisi, inancları dəyişməlisiniz. Həmin inancları sorğulamalısınız. Həqiqətən o inanclar həqiqətdirmi? Yəni, birinci növbədə biz onları üzə çıxardırıq ki, yəni bu insanın bu inancı doğrudan da bunun üçün işə yarayırmı, həqiqətdirmi? Artıq ondan sonra davam etməli olur. Bilirsiniz necədir? Yəni, mən ümumiyyətlə indiki gəncləri çox sevirəm. Çünki onlar çox aktivdirlər. Onlar dəyişimə çox açıqdırlar. Bizim dövrümüzün, belə deyək də, bizim yaşda olan insanlarda o dəyişmə hər zaman biraz ağrılı olub. Çünki biz başqa tərbiyə almışıq, biz başqa mühitdə böyümüşük. Bizim üçün stabillik ən gözəl bir lüksuydu. O yüzdən də dəyişimə biz çox ağrılı yanaşırıq. İndiki gənclərin söz düşmüşkən, siz gənclər də əslində çox olur da sizin bu koç gəldiyiniz. Onlar nədən üzləşirlər? Baxın, gənclər, halbuki indiki gənclər daha çox aktivdirlər və şərait olaraq hər şey var. Bizim dövrümüzdə şərait yox idi. Misal üçün, bizdə bir növ iş var idisə, hamısı ona qapanırdı və bütün gücünü, bütün hər şeyini o işə verirdi. Amma indiki gənclərdə aktivlik nə belədir? Dil bacarıqları, tez qavrama var və yaxud da başqa bir yerdə iş mühitinə alışmaq var. Onlar ən çox nədən üzləşib və yaxınlaşırlar sizin yanınıza? Onlarda ən çox problem duyğusuzluqdur. Duyğuları üzə çıxarda bilmirlər. Bir növ belə deyim, robotlaşma kimi. Seçim çox olduğu üçün onun qarşısında qalırlar. Nəyi seçim? Bilirsiniz necədir? Biz marketə məsələn gedirik. 2 çeşid var. Hər hansı bir məhsulun 2 çeşidi var. Yəni biz ya bunu seçəcəyik, ya digərini. Amma indiki dövrdə marketə girirsən, bir məhsuldan minlərlə çeşid var. Biz olur ki, yəni dəqiqələrlə dayanıb seçirik ki, nəyi seçim. Yəni burada biz məhsuldan danışırıq, ancaq gənclər bunların həyatıdır bu. Ona görə bunlar da düzgün addım atıb, düzgün irəliləmək istəyirlər. Və seçim çox olduğu üçün onlar özlərini çox zaman tapa bilmirlər. Doğrudur, seçim də çoxdur. Əslində indiki gənclər ümumiyyətlə bizim dövrümüzdə gənclər olduğu zaman düşünürdülər ki, ailə
qurmaq Bəli. və övlad sahibi olmaq. Amma indiki gənclər heç onları düşünmürlər. Sanki hər şeyi hiss edirlər və hər nədənsə qorxurlar ki, ailə biraz bataqlıqdır ki, və yaxud da nədirsə, onlar daha çox öz üzərində çalışırlar gənclər. Bəli, siz düzgün vurğulayırsınız. Həqiqətən belədir. Bizim dövrümüzdə belə bir deyim var idi. Ailə qur, hər şey yaxşı olacaq. Biz ona Eynən. inanırdıq və düşünürdük ki, həyatımızda hər şey yaxşı olması üçün mütləq ailə qurmalıyıq. Amma indi yox. İndi cavanlar başa düşürlər ki, bu bir məsuliyyətdir. Doğru. Bu çox gözəl bir şeydir. İnsan məsuliyyəti dərk edirsə, demək ki, o artıq düşünülmüş formada addım atacaq. Yəni gedim eləyim, nə olar, Allah Olar, kərimdir bəli. deyil. Yəni məsuliyyət, onlar məsuliyyəti hiss edirlər və o məsuliyyətin ağırlığı altına hər cavan, hər gəncimiz də yəni girmək istəmir. Belə Doğrudur. deyim. İnsan nəyi bildiyini tətbiq etmir. Bilmək və etmək ümumiyyətcə fərqli bir şeylərdir. Əsas. Bəli, biz hər şeyi çox gözəl bilirik. Harda nə etməliyik, necə rəftar etməliyik, necə davranmalıyıq. Amma bu biliklərimiz real həyatda işə yaramır. Baxın, odur da. Bəli, real həyatda işə yaramır. Elə bir ki, siz bir nəzəriyyə ilə həyata daxil olursunuz. Burada praktika lazımdır. O bildiklərimizi praktikaya çevirmək də əsas problem. Praktikada elə bir ki, çətinliklərlə üzləşməlisən ondan sonra, yoxsa Tək necə? çətinliklər yox. Ümumiyyətlə belə deyim də, bir şey bir neçə dəfə təkrar etdikdə artıq o insanda formalaşır. Sən düşünürsən ki, mən bunu hər zaman bilirdim. Ən çətini birinci addım atmaqdır. O etapı keçməkdir. Yəni düşünmək lazımdır ki, bu yenilikdir. Okay, mən qəbul edirəm. Mən bilmirəm orada necə olacaq, yaxşı olacaq ya pis. Ancaq mən belə deyim, bir 30 ildən sonra istəmirəm oturub düşünmək ki, kaş ki o vaxtı mən onu belə eləyərdim. Mən düşünmək istəyirəm ki, nə yaxşı mən o vaxt onu elədim. Təcrübə qazandım. Əslində doğrudur. Bəzi indiki yaşlı nəsil görəndə, sual verəndə ki, hansı illərə qayıtmaq istəyərdiniz? Deyirlər ki, misal üçün filan yaşıma qayıtmaq istəyərdim. Bəli. Kaş ki onu etməzdim. Bəli. Amma o kaşkiləri adam risk altına atır da özünü. Yəni bilmir ki, bu alınacaq, alınmayacaq. Bax bu bilməməkdir. Həyat zaten riskdir. Doğrudur. Həyat riskdir. Yəni bir saniyə sonra başımıza nə gələcəyini biz bilmirik. Doğrudur. Hər zaman deyirlər ki, insan düşünməlidir ki, öləcək. Yəni öləcək o demək deyil ki, mən oturub ölümümü gözləməliyəm. Mən bilirəm ki, bu həyatın sonu gələcək və bu həyatda mən necə istəyirəm yaşamaq? Əsas sual budur. Nə gözəl məsləhətlər verir Elnarə xanım. Mənə elə gəlir ki, hər kəs nə isə sual içində olan bir suallar varsa, onları mütləq toxunacağıq. Ümid edirəm. Ən çox hansı düşüncə insanı geridə saxlayır? Bu çox gözəl sualdır. Ən çox insana bilirsiniz hansı düşüncə geridə saxlayır? Biraz da gözləyin. Şərait düzəlsin. Həyatım yoluna düşsün. Hansısa problemlərimi həll edeyim. Biraz da öyrənim. Biraz da inkişaf edeyim. Sonra başlayaram. Amma çox əfsuslar olsun ki, inanın təcrübəmə o sonra heç vaxt gəlib çıxmır. İnsan qərar verməlidir və başlamalıdır. Heç nəyi gözləməməlidir. Əslində düz deyirsiniz. Baxın, qərar verdiyin zaman bəzi vaxt nəsə bir çatmır da. Məsəl üçün hansısa bir büdcə çatmır və ya da hansısa bir nəsə. Bax, qərarın üstünə getmək üçün nə lazımdır? Əzm, disiplin, mütləq. Motivasiya ən sondur. Biz hər zaman belə eşitmişik ki, motivasiya olmalıdır insanda. Motivasiya oynayan bir şeydir. Gəlir, gedir. O daim insanla qalmır. Çünki biz bir gün yaxşı əhval-ruhiyyə ilə oyanırıq, bir gün yox. Bu normaldır, yəni. Motivasiya da həmin şeydir də, yəni eynən əhval-ruhiyyə kimidir. Əsas disiplindir. Yorulmadan, usanmadan o addımları atmağı bacarmaq lazımdır. Bacarmaq lazımdır, düz deyirsiniz. Amma ki, hansı bir həddə çatanda, məsəl üçün qərar verirəm. Bəli. Qərarımı addımlayıram. Bəli. Və hansısa bir həddimi çatanda ki, o qərarımın nəticəsini görməyəndə, insan təəssüflənir və saxlayır ki, mən nahaq yerə bunu elədim. Amma ki, doğru vurğulayırsınız. Praktikada çox şey önəmli olur. Deməli, bu sənin deyilmiş ki, sən onu
icad elədin və Bəli. qərar verdin, addımladın, gördün ki, alınmadı. Deməli bu sənin deyil. Bəli. Başqa bir qərar verib, başqa bir nəticəni Bəli. üstünə Və getməlisən. artıq siz orada bir təcrübə ilə çıxırsınız. Bax, Sizin orada əlinizdə bir təcrübə olur. Baxın, siz gedirsiniz hər hansı bir restorana, hər zaman eyni şeyi yemirsiniz. bəli. Hansısa fərqli bir menyu zakaz eləyirsiniz və sonunda anlayırsınız ki, bu sizin ağız dadınıza uyğun idi ya yox. Eynən də qərar onun kimi. Doğrudur. Sadəcə onları çox ağrılı qarşılamaq lazımdır. Bu həyatdır. Həyatda hər şey dörd dörtlük davam edəcək deyə bir şey yoxdur. Yəni biz bu dünyaya gələndə bizə heç kim söz verməyib ki, həyatın şahanə olacaq. Yəni biz hər şeylə qarşılaşırıq və onun belə deyim də, oradan çıxmağı sadəcə bacarmalıyıq. Bax görürsüz, bəzi insanlar var ki, özləri etmirlər, ancaq kimisə gözləyirlər. Məsəl üçün valideynim edəcək. Bəli. Valideynə arxalanaraq Bəli. rahat həyatını yaşayır. Amma öz üzərində işləmir. Onlara nə demək istəyirdiniz? Baxın bu indi olaraq. Onlar ümumiyyətlə belə deyim, belə insanlar düşünürəm ki, mütəxəssisə müraciət eləməlidirlər. Çünki bir insan həyatda, yəni mən heç nə etməyəcəm, mənim üçün edəcəklər. Yəni bu çox maraqsız bir həyatdır. Doğrudur. Yəni insan məsuliyyəti öz üzərinə götürmək istəmir. Başqasının üzərinə atır daim. Bu hər kəsə aid deyil əlbəttə ki. Yəni Sözsüz. müəyyən bir insanlara aiddir. Amma yenə deyirəm, həyatdır, həyatda da hər cür insanlar var. Kimisi əzmlə davam etməyə özünə söz verir, qarşısına məqsəd qoyur hədəflərinə çatmaq üçün. Kimisi başqasından gözləyir. Praktikanızdan hansısa bir nümunə, bir qısa olaraq izləyicilərə hansısa bir əhvalatmı və yaxud da nəsə bir danışa bilərsiniz ki, hansı ki bir insan hansı düşüncələrlə gəlib və hansı düşüncələrlə də qayıdıb. Ümumiyyətlə bir söz deyim, mənim yanıma gələn insanlar, danışanlarım çox zaman olur ki, tam başqa bir problemlə yaxınlaşırlar. Mənim bu problemim var. Ancaq araşdırdıqdan sonra məlum olur ki, insanın problemi tam başqa bir şeydir. Bəli. Və o zaman insanlar həmin an bir transformasiya yaşayırlar, yəni. Həqiqətən də transformasiya. Çünki biz bilmirik, biz yenə deyirəm, biz həyatımızı 80-85% şuuraltı ilə idarə edirik. İnanclarımızla idarə edirik. Ona görə də biz qərar verən anda bilmirik. Onu ümumiyyətlə qərar verən anda biz məntiqlə qərar vermirik. Biz emosiyalarla və inanclarımızla qərar veririk. Bəli, bəli. Ona görə də yəni insan anlamır ki, onun problemi, əsl problemi nədir? Düşünür ki, onun problemi budur. Sonda nəticəyə gəlib çıxır ki, onun problemi tamam başqa yerdəymiş. Emosiyalardan söz düşmüşkən, həqiqətən də emosional olan insanlar biruzəni çox tez verirlər. Yəni təmkinli, səbirli olan insanlardan fərqli olaraq onlar biruzəni tez verirlər və mənə elə gəlir ki, emosiyalarla qurulan bu xarakter olaraq bu daha da çox dala atır insanları. Necə düşünürsünüz? Baxın, mən yenə deyirəm, mən insanları çox mühakimə eləmirəm. O onun xarakteridir. Dəyişmək istəyirsə, insan öz üzərində çalışıb dəyişəcək və əlbəttə ki, inkişaf eləyəcək. Emosiya belə bir şeydir. İnsan var, emosiyanı çox qapalı yaşayır. Nə yasını yaşaya bilir, nə sevincini yaşaya bilir. Bu da yəni normal deyil. Yəni insan olaraq normaldır. Sadəcə hərəkət olaraq, xarakter olaraq, yəni insana əziyyət verən bir şeydir. İnsan da var çox emosionaldır. Bunları balanslaşdırmaq mütləq lazımdır. Yəni balans mütləq lazımdır. O da insanın özündən asılıdır ki, dəyişmək istəyir yoxsa yox. Doğrudur. Düşüncə dəyişmədən həyat dəyişə bilərmi? Düşüncə dəyişmədən həyat müvəqqəti dəyişir. Müvəqqəti. Bəli, müvəqqəti dəyişəcək. Çünki biz bəzən düşünürük ki, işimizi dəyişdik, ətrafımı dəyişdim, yeni başlanğıclar elədim. Okey, mən həyatımı dəyişdim, nə gözəl. Ancaq sonra bir müddət sonra o problemlər, fərqli hadisələr, daha doğrusu eyni hadisələr fərqli obrazlarda qarşımıza çıxır. Çünki biz düşüncəni dəyişməmişik. Biz obrazı dəyişməmişik. Biz baxış açımızı dəyişməmişik. Ona görə də həmin hadisələr, həmin problemlər mütləq biz yaşadığımız dövrdə, biz yaşadığımız bir ömür boyu bizi
Həmin düşüncələr, həmin ağrılar, həmin problemlər bizi bir ömür boyu izləyəcək. Ta ki biz ona baxış açımızı dəyişməyəcəyik. İnsan hansı anda hiss eləyə bilər ki, məsəl üçün mən bunu düşüncələrimi dəyişməliyəm? İnsan fərqli anlar olur. Bəzən insan neqativ də anlayır onu. Hər hansı bir neqativ hadisə yaşayanda anlayır ki, mən düşüncələrimi dəyişməliyəm. Bir insan var ki, inanın ki, yəni bir ömür boyu onu anlamır ki, mən düşüncəmi dəyişməliyəm. Çünki düşüncələrinin doğru olduğunu düşünür. Aha. Bəli. Bu artıq özünü sorğulamaqdan keçir. Bu artıq həyatı sorğulamaqdan keçir. Atalardan bir söz var, deyir, papağa qoy qabağa düşün. Çox sevirəm o sözü. Həqiqətən bu nə deməkdir? Biz həyatımızı analiz eləməliyik. Məsələn, gün ərzində hər hansı bir hadisələr olur, fərqli bir hadisələr. Mən onu mütləq surətdə dəftərə yazıram. Ne güzel. Bəli, onu tökürəm, dəftərə yazıram və onu analiz eləməyə başlayıram. Ki bu hadisə niyə baş verdi? Yəni bu hadisə mənə nəyi öyrətmək istəyirdi? Nəyi göstərmək istəyirdi? Baxın, bu siz analiz edirsiniz. Bu Bəli. siz artıq bunun içində olduğunuz üçün sizə də rahatdırmı, yoxsa sizə də hansı bir çətinliklər olur? Sizdə mi hansısa bir nöqtəni, hansısa bir düşüncəni vaxtilə dəyişməmisiniz, indi onun üzərində çalışırsınız? Bəli. Yəni bir misallar var, rus misalı olsa, sapojnik bir sapok. Bəli. Yəni bu hisslər həm Mütləq. həkimlərdə, həm də digərlərdə də müşahidə olunur. Nəyi siz gec anladınız? Bayaq dediyim kimi, biz hər şeyi çox gözəl bilirik. Amma praktika, yəni təcrübələrlə insan gəlir, hər hansı bir dəyişimə gəlir, çıxırsan. Yəni mən də həyatımın bir anın içində dəyişməmişəm. Sadəcə olaraq bir anda anlamışam ki, nə isə dəyişmək istəyirəm. Və nəyi dəyişmək istəyirəm sualın arxasınca uzun aylar qaçmışam. Bəli, nəyi dəyişmək istəyirəm realda? Yəni bunu kənar səsləri qırağa qoyaraq, ancaq daxilimə qulaq asaraq, həqiqətən mən nə ilə məşğul olmaq istəyirəm? Mən həyatımda nəyi dəyişmək istəyirəm? İnanın ki, çətindir, ağrılıdır. Çünki mənim hal-hazırda 45 yaşım var və uzun illər, çox sağ olun, yəni uzun illər mən eyni inancla yaşamışam. Məsələn, mənim üçün stabillik təhlükəsiz bir alan idi. Və bu yüzdən də mən 17 il olduğum yerdən tərpənməmişəm. Bəli, orada Ona görə əsaslanırsınız. Yox, o da bir təcrübə idi. Bəli, o da bir təcrübə. O olmasa mən bugünkü günü Elnarə Aslanov olmazdım. Nə gözəl vurğuladınız siz. Həqiqətən də görürsüz, heç də peşman deyilsiniz Xeyr, ki, 17 il siz hədər vermisiniz. Bəli. 2 gözəl övladınız var. Allah qorusun, Təşəkkür Allah ederim. saxlasın. Onlar üçün də hansısa bir praktikalar var, onlar üçün də hansısa bir təcrübələr keçirsiniz? Mütləq. Birinci insan özündən başlamalıdır. Daha sonra ailəsindən başlamalıdır. İnsan birinci özünü dəyişməyə bacarmalıdır. Öz üzərində inkişaf eləməlidir. Daha sonra ailəsi üzərində yəni ailəsi üzərində çalışmalıdır. Çox sağ olun. Allah hər kəsə qismət eləsin. Allah hamının balasını saxlasın. Mən də bacardığım qədər, yəni cəmiyyətdə sağlam bir övladlar yetişdirməyə çalışıram. Düşünürəm ki, biraz bacarmışam. Maşallah olsun. Təşəkkür Bir edirəm. koç olaraq bu müştəri yaxınlaşır, pasiyent yaxınlaşanda neçə müddət çəkir bu düşüncələri qayıtmaq, öz analiz etmək, bunların hamısı neçə vaxt çəkir? Baxın, bu da individualdır, fərqlidir. İnsan var ki, 5-6 seansa, yəni dəyişim anında baş vermir. Sözsüz. O seanslar bitdikdən sonra onun həyatında dəyişimlər başlayır. Çünki artıq nələrisə anlayır, özünə etiraf eləməyə bacarır deyə başlayır həyatında hansı dəyişikliklər eləməyə. Yəni burada konkret bir vaxt, bir zaman demək, yəni düzgün deyil və mümkün də deyil. Mənə bu sual verirlər. Ancaq mən hər zaman deyirəm ki, bu sizdən asılıdır. Sözsüz. Bu yəni qarşılıqlı iş necə gedəcəksə, ondan asılıdır. Ola bilər 5 seansa siz nəyisə anlayırsınız, ola bilər 15 seans. Yəni bu çox fərqlidir. Çox gözəl. İnsan niyə özünü həqiqəti deməkdən qaçır? Həqiqəti demək, məsuliyyəti boyuna almaq deməkdir. Bəli, biz həqiqəti dediyimiz zaman birinci növbədə özümüzə,
Yəni özümüzə etiraf etdiyimiz zaman məsuliyyəti artıq öz üzərimizə götürmüş oluruq. Baxın, bayaq bildirdiniz ki, kimsə deyir valideynim. Məsələn, insanlar var ki, çox mühakimə edirlər. Ailəsini, qohumlarını, cəmiyyəti, ətrafı. Onlar problemi özlərində görə bilmirlər. Əsl problem deyil ordadır. Birinci, ilk növbədə biz özümüzdən başlamalıyıq. Mən nəyi dəyişmək istəyirəm? Biz dünyanı dəyişə bilmərik. Biz özümüzü dəyişərək ətrafımızda baş verən hadisələri dəyişmək iqtidarındayıq. Ona görə biz həqiqəti özümüzə etiraf etdikdə artıq belə deyək də bir imza çəkirik. Problem məndədir. Mən dəyişmək məcburiyyətindəyim. Amma insanlar problemi öz üzərində görmək istəmirlər axı. Bəli, çünki bu ağrılıdır. Amma nə qədər də olsa siz düz vurğulayırsınız. Məsəl üçün məsuliyyəti daşımaq üçün istəmirlər və onlar düşünürlər ki, mənim üçün belə rahatdır. Qoy belə də davam edeyim. Bəli. Amma ki onlar bu düşüncələri, bu fikirləri özlərinin həqiqətən də siz bayaq vurğuladığınız kimi atalar sözü papağını qoyub qarşısına və düşünsələr, onlar da hiss eləyə bilərlər ki, necə rahat olurlar. İnandırım sizi ki, bayaq dediyim kimi biz hər şeyi çox gözəl bilirik. Öz mənfilərimizi də bilirik, nədən qaçdığımızı da bilirik, niyə başqasının üzərinə atırıq məsul. Hər şeyi çox gözəl bilirik. Sadəcə olaraq özümüzü etiraf eləyə bilmirik. Çünki yenə deyirəm, etiraf etsək biz artıq məcburuq dəyişməyə. Misal üçün insan niyə özünə etiraf edə bilmir? Məsuliyyəti boynuna almaq istəmir. Qorxur. Tamam, yaxşı. Misal üçün bir psixoloq və yaxud transformasiya koçun yanına da getməyə insanlar qorxarlar da. Misal üçün bütün hər şeyi açıb tökmək üçün insana necə inana bilərlər? Misal üçün mən olaraq yaxınlaşanda hər şeyi deyə bilmərəm axı mən sizə. Dedim ki, ay görürsən mən bunu desəm necə olacaq? Bu gedib çatdıracaqmı, çatdırmayacaq? Bu kimi fikirləri baxın indi izləyən izləyicilərimi hansı ki transformasiya koçun yanına getmək istəyirlər, amma qorxurlar ki, bəli, hər şeyi deyə bilməzlər. Nə deyə bilərsiniz? Bu tam anlaşılandır. Çünki bəzən düşünürük ki, məxfilik qorunmur. Məxfilik mütləq qorunmalıdır. Yəni ki, bu insani olaraq da və peşə olaraq da burada məxfilik mütləq qorunmalıdır. Və baxın, burada müştərinin və həmin peşəkarın, mütəxəssisin arasında yaranan enerjidən hər şey başlayır. Əgər mən siz gələn birinci dəfə yaxınlaşan zaman sizə başqa bir reaksiya versəm və yaxud da siz görsəz ki, mən heç sizi dinləmirəm, mən telefondayam və yaxud da fikrim başqa yerdədir və yaxud da mənim əhval-ruhiyyəm yoxdur və yaxud siz mənə nəsə danışırsınız, mən deyirəm ki, bu problem hamıda var. Yəni, bu kimi şeylər eşidəndə insan artıq başa düşür ki, düzgün yerdə deyil. Bəli. Seans siz anlayırsınız ki, ümumiyyətlə yaxınlaşan insan anlayır ki, düzgün yerdədir və onun problemindən şəfa tapılacaqdır. Rahat olur artıq. Bəli, insana rahatlıq verməyi, yəni hər kəs bacarmır. Bunu mütləq surətdə başqasına ötürməyə, yəni bacarmaq lazımdır. Bu artıq peşəkarın üzərinə düşən bir məsuliyyətdir. Həqiqətən də işin peşəkarısınız mən deyərdim. Niyə görə? Çünki bayaq bu kadr arxasında söhbətlər edirdik. Dinləmə qabiliyyətiniz, səbirlə dinləməyiniz, insanı sanki göz təmasınızda saxlamağınız bu çox önəmli bir faktordur. Mən nə qədər də öz çətinliklərimi danışsam belə, siz rahatlıqla dinləyirsiniz. Və sonradan bu auranı, bu şeyləri siz varmırsınız bunun içinə, insan olaraq çətinliklərlə gəlir. Sizin də bugün çox gözəl əhval-ruhiyyəniz var. Və o sonradan sizin bu qapanmısınız bu onların aurasına, onların bu çətinliklərinə. Bəzən olur. Çünki bu sahə elə bir sahədə düzgün vurğulursunuz. Burada fərqli insanlar olur, fərqli problemlərlə olur. İnsanlar var ki, həyatları çox mürəkkəb şəkildə olub. Yəni həqiqətən orada empati qurmamaq, ona yanmamaq, sonra onu düşünməmək mümkün deyil. Bəli. Əlimizdə olmur. Ancaq biz çalışırıq oradan tez çıxmağa bir mütəxəssis olaraq. Çünki biz başqalarına da yəni enerjini düzgün ötürməliyik. Yəni mən başqasının problemini digər müştəriyə ötürə bilmərəm. Onun haqqına girmiş olaram. Ümumiyyətcə bu peşəkar olaraq da düzgün deyil. Ona görə belə deyim, özümüzü tez ələ almağı bacarırıq. Əla, əhsən sizə. Təşəkkür. Dəyişmək üçün əvvəlcə nəyi buraxmaq lazımdır? Köhnə hekayələri.
Köhnə hekayələrimizi buraxmalıyıq. Köhnə hekayələr qalır axı. Mən belə yaddaşlar. bacarmaram. Mən edə bilmərəm. Mən bəxtsizəm. Mənim taleyim yoxdur. Əlimi nəyə atıram, daşdan çıxır. Bu kimi inancları ümumiyyətlə həyatdan ləğv etmək lazımdır. Ümumiyyətlə neqativ düşünməməliyik. Allah bizə elə bir beyin verib ki, inanın ki, biz o beynin mükəmməlliyini tam dərk eləsək, bir saniyə olsun belə neqativ düşünmərik. Biz qorxarıq neqativ düşünməyə. Yəni bizim həyatımızı idarə eləyən bizim inanclarımızdır, bizim düşüncələrimizdir. Ona görə dəyişmək istəyən insan ilk növbədə keçmiş hekayələrini buraxmalıdır. Olan olub, yaşadım, bitdim, həyat davam eləyir. Bax, çox gözəl vurğuladınız. Bitib, yəni ki, olan hisslərini qoyub geridə qoyub yenisilə, yeni həyatınızla başlamalısınız. Amma bəzən insanlara bu çətin gəlir. Məsəl üçün bir hadisə ki baş verib, o yaddaşdan silinmir. Necə ki biz öz doğmalarımızı itiririk ya. İtirindiyimiz zaman da hələ də onları düşünürük, hələ də onları salavat çeviririk və yaxud da gedirik bayram günlərində yas yerinə. Bu hissləri də unutmaq olmur axı, bu qorxuları. Zaten insan hər şeyi unuda bilmir. Yəni mümkün deyil ki, biz həyatımızda olan hansısa bir böyük bir travmatik hadisəni unuda bilək. Biz ona baxışımızı dəyişirik. Baxın, vurğulayırsınız ki, insan rəhmətə gedir. Bəli, bu çox ağrıdır, bu çox acılıdır. Ancaq zaman keçdikcə bizdə nə baş verir? Biz öyrəşirik o boşluğa. Biz o boşluqla yaşamağa davam edirik. Biz hər gün ağlamırıq. Gəlin etiraf edək. Müəyyən günlərdə, müəyyən saatlarda, hansısa bir hadisə baş verəndə, nəsə xatırlayanda o insanı yad edirik. Yaddaşımızdadır, ürəyimizdədir. Ancaq biz hər gün, yəni 24 saat ağlamırıq. Doğrudur. Ona demək istəyirəm. Yəni o boşluqla yaşamağa öyrəşirik. Bax, görürsünüz, deyirsiniz ki, düşüncələr insan özünü dəyişsə, heç neqativə varmaz. Bəli. Neqativ haqqında heç düşünməz. Bəli. Əslində mən çox istəyərdim ki, əksəriyyəti 100%-dən insanlar 80%-ı negativi unutsunlar. Həqiqətən də insanın özündən çox şey asılıdır. İnsan öz həkimidir. Mən bunu artıq pandemiyadan sonra və sizin dəstəyinizdən sonra bunu anladım ki, həqiqətən də insan öz həkimidir. Nə edirsə özü üçün eləyir. Nə addımlar atırsa özü üçün edir və çalışmalıdır ki, hər zaman pozitivdə olsun ki, o pozitivi də ötürsün. Amma əksəriyyəti sanki bunu bir obraz kimi bilirlər. Yəni bu sırf olaraq maskanı taxıb, bu gülümsəyir, amma həqiqətən də deyir ki, heç bilinmir ki, onun arxasında nələr var. Bu obraz deyil axır, bu insanın içindən gələn bir hissdir. Bəzən obraz olur, bəzən insan belə olur. Bəzən sadəcə olaraq insan özü düşünür ki, mən belə deyim də, beyin onu daha çox qoruma mexanizmi ilə yanaşır və o insanı düşündürür ki, mən pozitiv insanım. Ancaq o insanın gözlərinə baxanda, o insanın gülüşü, o insanın hansısa sözü necə deməsi, yəni bunlar inanın ki, çox şey ötürür. İnsanın enerjisi və sən anlayırsan ki, həqiqətən o insan sadəcə olaraq özü özünə belə deyim də, ürək dirək verir ki, mən pozitiv insanım. Doğrudur. Yəni bunu maska deməzdim mən, obraz deməzdim. Bunu deyərdim ki, insan öz-özü ilə bir mübarizə aparır. Bəli, doğrudur. Elnarə xanım, inkişaf etmək istəyən insan nədən imtina etməlidir? İnkişaf etmək istəyən insan ən birincisi rahatlıqdan. Öz rahatlığından imtina eləməlidir. Özünə diskomforta salmalıdır. Rahatlıqda inkişaf yoxdur, dəyişim yoxdur. Biz olduğumuz yerdə, bayaq dediyim kimi, otururuq və gözləyirik. O rahatlıqdan çıxmaq lazımdır. Məsələn, bir insan əgər, belə deyim, evdar xanımdırsa, evdar insandırsa, işləmək istəyir, nəyisə dəyişmək istəyir həyatında, o səhər tezdən durmağa öyrəşməlidir. Mütləq. Yəni, demək o rahatlıqdan çıxmalıdır. Yəni, daha çox yatım yox, daha tez oyanım və nələrsə edim. İkincisi, hamı tərəfindən bəyənilmək istəyi. Yaxşı qız, yaxşı oğlan obrazı. O obrazdan çıxmağı bacarmalısan. Çünki hər kəsə razı salmaq, özümü narazı salmaq deməkdir. Yəni, başqasına hə deyirəm, özümə yox deyirəm.
O nə gözəl sözdür bu. Bəli, ona görə birinci növbədə özümüzə hə deməliyik, digərlərinə yox deməyə bacarmalıyıq. Və bizi idarə eləyən başqalarının fikirləri yox, şəxsin özünün fikri olmalıdır. Doğru. Mənə necə xoşdur? Mən bu gün bura getmək istəyirəm yoxsa yox? İstəmirəmsə, onu 100 bəhanələrlə yox, sadəcə gələ bilmirəm, gəlmək istəmirəm. Amma birdən mən düşünürdüm ki, qabaqlarda yox deməyi çox az yox deyirdim. Belə bilirdim ki, qapanırdım öz-özümə, deyirdim ki, bəs mən yox desəm, falan kəs inciyəcək axırı, falan kəs küsəcək, falan kəsin ürəyində xalq qalacaq. Və bu kimi fikirləri necə azadlıq vermək olar? Baxın, sizi sevən insan sizi hər bir şeylə sevəcək. Sizin mənfilərinizlə, müsbətlərinizlə. Sizi sevən insana siz özünüzü sübut eləmək məcburiyyətində qalmırsınız. Sevməyən insana isə biz ömür boyu özümüzü təsdiqləmə məcburiyyətindəyik. Ümumiyyətcə bizim əsrin uşaqları təsdiqlə böyüyüblər. Biz hər şeyi təsdiqdə axtarırıq. Nə isə düzgün etməliyik ki, bizi sevsinlər. Bəli. Bu da uşaqlıqdan gəlir, müəllimlərimizdən gəlir. Doğru. Mən heç kimi mühakimə etmirəm, etmək də istəmirəm əsla. Sadəcə olaraq yəni o dövr bu cür böyüdülürdü, bu cür tərbiyə olunurdu uşaqlar ki, 5 al səni çox istəyəcəm, sən yaxşı uşaq olacaqsan. Bu sözlər insanda şuuraltı o yaxşı olmaq obrazı yaradır insanda. Və üçüncüsü, inkişaf etmək istəyən insan nədən imtina eləməlidir? Onun üçüncü cavabı da kontroldan. Hər şeyi kontrol edə bilmərik biz. Biz özümüzü nəzarətdə saxlamağı bacarmalıyıq. Öz emosiyalarımızı, öz düşüncələrimizi, öz vərdişlərimizə baxmalıyıq, onları nəzarət eləməliyik, öz davranışlarımıza nəzarət eləməliyik. Başqalarının yox, hadisələrin yox. Çünki əgər bir şey mənə aid deyilsə, bu kənardan gəlirsə, mən onu necə kontrol edə bilərəm? Doğru. Mümkün deyil. İnsan özünü kontrol eləməyə bacarmalıdır. Məsələn, mən əsəbləşdim. Kimsə mənə nəsə dedi, mən əsəbləşdim. Mən birinci növbədə düşünməliyəm ki, məni orada tətikləyən nə idi? Bəli. Niyə mən əsəbləşdim? Yəni kökünə çatmalıyam. Bəli, o emosiyalarımı axtarmalıyam ki, bu emosiya məndə niyə yarandı? Hansı səbəblə yarandı? Amma o insan niyə belə elədi? Yox. O insan niyə edib? Nə üçün edib? Onu özü bilir. Bax, siz deyirsiniz kontrol etməlidir özünü. Ailə sahibi olan insan və yaxud da valideyn olan insan öz övladlarını da kontrol edirlər axırı ki, misal üçün bax bunu olmaz, bunu olar, bunu olmaz. Yəni kimi biz böyümüşük, yəni kimi bizim valideynlərimiz nəsə deyir ki, bunda ehtiyatlı ol. Bunu da yenə də siz kontrolu kiminsə üzərindəsiz. Bəli. Bu da bir cür kontrolluqdur axı. Baxın, bu kontrol başqa bir şeydir. Bu artıq belə deyim, uşağa adət-ənənəni, əxlaqı, dəyərləri bir növ öyrətmək üzərindən gedir bu kontrol. Aşırı bəzən kontrol olur, bu düzgün deyil. Çünki uşağa hər hansı bir şeyi qadağa etdikdə ona maraq yaranır ki, mən onu nə üçün qadağa edib? Uşağa nə isə qadağa edəndə mütləq onun səbəblərini başa salmaq lazımdır. Yəni hansı səbəbdən mən istəmirəm ki, sən bunu edəsən. Bu kontrol biz həyatımızı dəyişmək kontrolu deyil. Yəni bu artıq ailə cəmiyyət kontroludur, belə deyim. Biz məcburuq. Yəni bir uşağı tərbiyə etmək, yəni bu bizim məsuliyyətimizdir. Biz bunu etməliyik. Biri də var, mən hər şeyi kontrol etməyə çalışıram. O insan niyə elə danışdı, o insan niyə belə elədi və yaxud da bu hadisə niyə baş verdi? Yəni burada artıq mən özümü kontrol etdikdə, öz davranışlarımı, emosiyalarımı kontrol etdikdə mən ətrafımı dəyişirəm. Çünki baxış bucağımı dəyişirəm o hadisələrə. Doğrudur. Bu kontrolu mən nəzərdə tuturdum. Yəni ailə kontrolunu yox. Amma misal üçün bir misalda var ki, insan valideyn olandan sonra, ana olduqdan sonra daha çox bir sevgini verir övlada. Özünü unudur, verir sevgini övlada. Və bu halda da bax görürsüz yenə də insan özünü unudur. Bəli. Və çalışır ki, övlad böyüsün, xəstələnməsin, ora getməsin, bura getməsin. Ta illər keçdikcə, insan 30 yaşa çatdıqda yenə də insan özünü qurban verir, deyərdim. Yəni bu insanlar, valideyn olan insanlar, ilk olan övladları olan insanlar üçün nə demək istəyirsiniz? Özlərini çox belə qurban verməməsi üçün. Demək istəyərdim ki, aşırı fədakarlıq hər kəsə ziyandır.
Aşırı fədakarlıq bir borc kimi qəbul olunur. Evet. Məsələn, mən bir şeyi sizin üçün hər zaman eləyirəm. Bir gün eləməyəndə siz artıq məndən inciyirsiniz. Doğru. Siz düşünürsünüz ki, mənim borcumdur. Yəni siz düşünmürsünüz ki, mən bunu sadəcə bir fədakarlıq olaraq etmişəm. Amma bir şey var, mən həmişə deyirəm, biz biraz fərqli böyümüşük. Bizdə hər şey borc kimi yüklənib. Bəli. Mənim borcumdur, sənin borcundur valideyninə baxmaq, sənin borcundur övladlarına baxmaq, sənin borcundur. Ümumiyyətlə bu borc sözü çox yanlış bir sözdür. Mən bugünkü gündə valideynlərim üçün və yaxud da övladlarım üçün nə hiss edirəmsə, mən onu sevgi ilə edirəm. Bax odur. Bəli, mən onu sevgi ilə edirəm və heç bir zaman mən onlara demirəm ki, mən bunu sizin üçün etdim. Mən bunu, bu siz nəyə gəlir ki, məcburən etmişəm. Məcbur. Bəli, bu heç sevilməyən bir şeydir və insanlar arasında böyük bir uçurumlar yaradır. Bunu bir sevgi ilə etmək lazımdır. Mən bugün valideynlərimin yanına gedirəmsə, onları yoxlayıramsa, hər hansı bir işləri üçün qaçıramsa, onu sevgidən edirəm. Mənim övladlıq borcu deyilən bir şey mənim anlamımda yoxdur. Mənim anlamımda övladlarıma borcluyam valideyn olaraq yoxdur elə bir şey. Əvvəl var idi, bəli. Var idi, uzun illər mən də, yəni əlbəttə elə yaşamışam, sadəcə olaraq sonra özümü sorğuladıqdan sonra anladım, yəni onu sevgi ilə eləməliyəm. Ya sevgi ilə et, ya etmə. Bax, budur. Məcbur etmək lazım deyil. Məcbur edilən hər bir şey insana və qarşıdakı insana ziyan vurur. Baxın, insanlar var ki, uzun illər qohumları üçün, ətrafı üçün çox böyük fədakarlıqlar eləyir. Bəli. Və qarşı tərəf böyüyür. Onun da öz problemləri, öz həyatı, öz işi, gücü vaxtında zəng etmir, gəlmir, getmir və bu tərəf inciyir ki, mən sənə həyatımı adadım. Orada ona sual vermək lazım. Nə idi səni məcbur edən? Yəni sən bunu etmək istəmirdin, sən niyə edirdin? Və burada iki insan arasında artıq belə deyim, küskünlük, inciklik yaşanır. Ona görə hər şey balanslı şəkildə. İstəyirsiniz, baxın, görürsünüz, deyirsiniz ki, nə məcbur idi. Amma insan sevdiyi, sevərək siz dediyiniz kimi edəndə və qarşılığını görməyəndə adam pis olur axır. Demək ki, siz onu sevərək etmirsiniz. İnsan sevərək edəndə qarşılığını gözləmir. Gözləmir. Xeyr. Şəxsən mən bugün gözləmirəm. Mənim övladım mən yaşdaşanda mənə su verəcək. Artıq bu gözləmirəm. Yox. Yəni bu həqiqətən daxilimdən gözləmirəm və istəmirəm də. Çünki mən özümü başqa həyat arzu edirəm. Doğrudur. Mən heç kimə möhtac olmamağı arzu edirəm özümə. Yəni nəinki özümə, hamıya. Burada nümunə öz üzərimdən gəldi. Mən onlara demirəm, sizin mənə borcunuzdur, mən qocalanda mənə baxacaqsınız. Baxarlarsa, su verərlərsə, sevgi ilə versinlər. Ona hirslə, əsəblə ehtiyac yoxdur. Çox düzgün. Ona görə əgər kimsə başqasından qarşılıq gözləyirsə, demək orada o təsdiq üçün onu edib. Mən yaxşıyam deyə sənə bunu etmişəm. Sən bunu niyə görmədin? Sən bunun qarşılığını mənə niyə vermirsən? Doğrudan niyə görmürlər insanlar yaxşılıqları? Bəzən görmək istəmirlər, bəzən anlamırlar. Çox qəribədir. Bəzən ümumiyyətlə bilirsiniz necədir? Əgər siz hər kəsin sevgi dili fərqlidir. Hər kəsin sevgi dili fərqlidir. Biri zaman ayırmaqla başa düşür ki, bu insan məni sevir. Biri hədiyyə almaqla başa düşür ki, bu insan məni sevir. Bir insan düşünür ki, mənə xoş söz deyir deyə məni sevir. Hər kəsin sevgi dili ayrıdır. Məndə evdə 2 dənə övlad var, hərəsinin sevgi dili fərqlidir. Və əgər siz xoş sözlə sevgini anlayırsınızsa, mən sizi gətirib hədiyyə verəndə siz onu bəyənməyəcəksiniz. Amma mənim də sevgi dilim budur. Ona görə qarşılıqlı bir nöqtəyə gəlmək lazımdır. Ümumiyyətlə iki cavan, iki gənc insan bir-biri ilə tanış olanda mütləq onlar bir-birlərini sorğulamalıdırlar. Anlamalıdırlar ki, qarşı tərəfin sevgi dili nədir? Baxın, siz düzgün vurğulayırsınız, anlamalıdırlar. Amma belə olur ki, bəzən qarşı tərəflərin bir-birini heç ümumiyyətlə dinləmək qabiliyyəti yoxdur. Dinləmək belə istəmirlər ki, anlasınlar. Bəli. Və ona görə də çox vaxtı uçuruma gedir. Bəli, təəssüflər olsun. Eləcə də ailə həyatında da, misal üçün bir müddət keçdikdən sonra hər dəfə mübahisələr baş verir və onlar öz kökünü tapmırlar, yenə də atırlar bir-birinin üstünə ki, sən günahkar, o deyir ki, yox, sən günahkar. Və ortaq məhrəcə gəlmirlər, istəmirlər. Sanki bunlar ego ilə böyüyüblər və yaxud da deyirlər ki, misal üçün,
Mən üzr istəsəm özümü alçaltmış kimi hiss edəcəm. Bəli. Bunlar Eynən. çox təkrarlanır Eynən. həqiqətən də. Ona görə mütəxəssisə müraciət etmək lazımdır. Mütləq mütəxəssislərə Mütləq. müraciət etmək lazımdır. Mən Elnara xanımın Instagram ünvanını mütləq qeyd edəcəm və əlaqə nömrəsini. Əgər belə bir çətinliklər varsa, peşəkar mütəxəssisə müraciət etməyiniz tövsiyə olunur. İnsan nəyi qəbul edəndə daxili azadlıq başlayır? Özünü. İnsan birinci növbədə özünü qəbul etməyə bacarmalıdır. Öz mənfilərimizlə, öz ağrılarımızla, hər bir şeyimizlə özümüzü qəbul etdikdə biz artıq azadlığa qovuşuruq. Mən biraz lora dildə deyəcəm. Bu demək deyil mən beləyəm. Yəni mən beləyəm, məni belə qəbul edin demək deyil. Bu özünü olduğu kimi qəbul edib, öz mənfilərini görüb, o mənfilər üzərindən inkişaf etmək deməkdir. Məsələn, mən bilirəm ki, mənim hansı mənfi tərəfim var. Mən onu başlayıram inkişaf elətdirməyə. Mən onu bastırmıram, mən onu örtmürəm. Mən onu qəbullanıram. Okay. Sən mənim bir parçamsan. Bəli. Səni qəbul edirəm, səni sevirəm. Özümü olduğu kimi qəbul edirəm çünki. Amma bilirəm mənim mənfilərim nədir və onun üzərində işləyirəm. Və o hərəkəti edəndə deyirəm stop. Aha, bax burada yenə elədin. Qayıdıram sanki arxaya verirəm videonu və yenidən o hərəkəti fərqli yöndə edirəm. Yəni bu artıq özünü qəbullanmaq deməkdir. Daxili azadlıq buradan başlayır. Ümumiyyətlə daxili liderlik buradan başlayır. Biz emosiyalarımıza hakim olmasaq, biz heç bir şeyə hakim ola bilmərik. Biz başqalarını idarə edə bilmərik. Yəni əgər sən bir rəhbər şəxsənsə, sən bir peşəkarsansa, mütləq ki, insanları arxanca gətirməyə bacarmalısan. Bu zaman emosional, stabil insan olmalısan. Mütləq surətdə. Yəni siz mənə burada nəyisə danışanda mən də məməliyəm. Vay, nə danışırsan? Ola bilməz. Sən necə belə bir şeylərin? Ümumiyyətlə emosiya 0 dərəcəsində olmalıdır. Yəni bu peşəkarın mütləq olan bir xarakter olmalıdır. Xarakter. Ən öndə xarakter və emosionallığı. Bəli, və bilirsiniz necə heç insan öz üzərində işləməyə bacarmalıdır. Elnara xanım, insan hansı anda həqiqətən də hazır olur? İnsan heç vaxt da hazır olmur. Bəli, biz heç vaxt heç nəyə hazır olmuruq. Heç zaman. Biz hər zaman gözləyirik. Vaxt gələcək, bayaq dediyim kimi, problemlər həll olacaq. Gözləməkdən necə azad ola bilərik? Gözləməkdən kiçik addımlarla qərar verərək. Kiçik addımlar ataraq. Yəni bir şey gözləyirik. Məsələn, mən hansısa kitab oxumaq istəyirəm. Xırda bir şey deyim. Oxuya bilmirəm. Heç cürə əlim getmirdi o kitab oxumağa. Özümü ertələyirəm, alladıram telefondan və yaxud da başqa işlə, vaxtım olmadı filan deyərək. Amma mən bir qərar verirəm. Mən kitabı başlayıram oxumağa. Bu gün mən bir səhifə kitab oxuyuram. Bu kitabın bir səhifəsini oxuyacağam. Və başlayıram o kitabın bir səhifəsini oxumağa. Və beləcə bu məndə artıq vərdiş formasına keçir. Mən hər gün bir kitabın bir səhifəsini oxuyuram və beləcə o kitabı bitirirəm. Yəni belə xırda addımlarla insan o gözləməyi, ertələməyi üstəsindən gələ bilər. Bəli, bilirsiniz, gözləmə belə bir şeydir ki, beyin sanki bizi qoruyur və bunu bizə deyir ki, ertələ. Sən hələ kifayət deyilsən. Və kifayət olmayan insan əlbəttə ki, heç bir addım atmayacaq. Hərəkətə keçməyəcək, öz potensialını ölçməyəcək. Ən qorxulu məqam da budur. Biz düşünürük ki, hələ vaxtım deyil. Vaxtım deyil. Amma illər ötür küçəni arxaya baxırıq ki, həyatımızda heç bir dəyişiklik etməmişik. İstədiklərimizi yaşamamışıq. Bu da hər zaman gözləmə mövqeyində olduğumuzdan. Doğrudur. Elnara xanım, kitabdan söz düşmüşkən, eşitdiyimə görə kitab yazırsınız və kitabın adını necə alınacaq və bu yaxınlarda, yəni ki, hazır olacaq. Böyük məmnuniyyətlə istərdim o kitabı oxumaq. Adı necədir kitabın? Kitabın adı Düşüncənin gücü, zehni labirintdən necə çıxmalı. Nə gözəl. Təşəkkür edirəm. Ümid edirəm ki, zaman çatdıracağam. Yazmışam bir çox hissəsini
Artıq bir az hissəsi Az qalıb. hissəsi qalıb. Və o Bəli. da ümumiyyətlə çox gözəl bir şeydir ki, peşəkar bir insan öz koç zamanı sonda bir hədiyyəni, yəni öz kitabını təqdim edir ki, həqiqətən də kitabımı oxu Bəli. və başqa bəlkə də nəyisə orada da tapa bilərsən. Bəli. Çox açarlar var o kitabda. Elnar xanım, sonda olaraq, məsəl üçün bizi dinləyən, izləyən izləyicilər üçün bu yaşda olsun kateqoriya, orta, yeni yaşla ümumiyyətlə nə demək istəyirdiniz? Heç vaxt onsuz da heç vaxt gec deyil. Bəli. Nəyə gec deyil öyrənməyə və bunları sonda olaraq sizdən eşitmək istəyərdik. Sonda onu demək istəyirəm ki, həyat düşündüyümüz qədər də qəliz deyil. Həyatı biz özümüz üçün qəlizləşdiririk. Daha çox düşünməyi düşünürük. Daha çox düşünüm, daha çox analiz edim, daha çox inkişaf edim, sonra başlayaram. Baxın, bu sonra heç zaman gəlib çıxmır. O səbəbdən də kiçik addımlarla qərarlar verərək həyatınızı dəyişməyə nail olsunlar, həyatlarını dəyişsinlər, öz ürəkləri istədiyi kimi həyatlarını yaşasınlar. Başqalarını razı salmaq üçün yox, mən həqiqətən nə istəyirəm? Mən həqiqətən bu həyata nə vermək istəyirəm və bu həyatdan nə almaq istəyirəm? Mütləq bunu sorğulasınlar və dəyişimə açıq olsunlar. Çünki həyat gözləyənlər üçün yox, addım atanlar üçün gözəldir. Nə gözəl. Həyatınız gözəl olsun. Ona görə də addımlarınızı iri atın və ürəkli olun. Təşəkkür edirəm Elnar xanım. Çox gözəl, çox rahat bir veriliş keçdi. Özümdə də bəzi şeyləri analiz elədim. Sizin o sözlərinizdən vurğulanaraq çox gözəl şeyləri analiz elədim. Minnətdaram gəlişiniz üçün. Təşəkkür edirəm. Sözsüz ki, bəzi insanlara ki, bunu dinləyənlərə bu hardasa bir təməl oldu. Mütləq peşəkar insanlara müraciət eləyin. Mən yenə də vurğulayıram Elnara xanımın Instagram ünvanını və nömrəsini qeyd edəcəm. Əlaqə saxlayıb əgər hansısa bir dəstək, kömək lazımdırsa, Elnara xanım hər zaman sizə dəstək olacaq. Bir daha təşəkkür edirəm. İşlərinizdə daima uğurlar arzu edirəm. Hər zaman belə pozitiv qalasınız. Təşəkkür edirəm. Sizə də uğurlar. Təşəkkür edirəm. Həyatınızı ürəyiniz istəyən kimi yaşamağı sizə arzu edirəm. Çox sağ olun. Ən gözəli, bəli, doğrudur. Təşəkkür edirik hər birinizə. Gələn verilişlərdə görüşənədək uğurlar.